Salam, hər vaxtınız xeyir yoldaşlar. Biz artıq ikinci bölməyə əsas hüquqlar və azadlıqlar bölməsinin izahına davam edəcəyik sizlərlə. İkinci diqqətlə görürsünüz bura bütün maddələri müzakirə edəcəyik və əsas olan hissələr hansı ki, imtahanda sizə ünvanlana biləcək suallar və bazı sualları hansı hissələrdəndir, mən bunları sizlərlə paylaşacağam. İkinci bölməmizin adı əsas hüquqlar, azadlıqlar və vəzifələrdir. Və üçüncü fəsilimiz əsas insan və vətəndaşın hüquq və azadlıqları. Biz bu fəsildə hüquq və azadlıqlarla tanış olacağıq. İnsan və vətəndaşın hüquq və azadlıqlarının əsas prinsipi 24-cü maddəmiz. Diqqətlə baxırsınız, bəzi maddələrimiz oxşardır Konstitusiyada. 24-cü maddə ilə 26-cı maddə kimi. 24-cü maddə insan və vətəndaşın hüquq və azadlıqlarının əsas prinsipidir. Biz bu maddədə deyəcəyik ki, insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları var. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətin və vəzifələrini əhatə edir. Bu nə deməkdir? Bütün məsuliyyət və vəzifələrimiz hüquq və azadlıqlarımızdan yaranır. Hüquqlardan sui-istifadəyə yol verilirmi? Xeyr, hüquqlardan sui-istifadəyə yol verilmir. 26-cı maddəmizdə deyəcəyik ki, hər kəsin qanunda qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququ var və dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verəcək. Yadda saxlayırsınız, bu iki maddənin bir-birindən qarşıdırsa da 26-cı maddədə hər iki cümlədə müdafiə sözü var. Bu açar sözlərini saxlaya bilərsiniz. 25-ci maddəmiz bərabərlik hüquq. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları var. Biz 34-cü maddədə nikah hüququnda deyəcəyik ki, ərlə arvadın hüquqları bərabərdir. Bərabərin eyninin nə fərqi var? Məsələn, kişinin də mülkiyyət hüququ var, qadının da mülkiyyət hüququ var. Bu eyni hüquq sayılır. Lakin nikahdan sonra eyni mülk üzərində bərabər hüquqlar yaranır. Ona görə də biz deyirik ki, ərlə arvadın hüquqları bərabərdir. Dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyinin, əqidəsindən, siyasi partiyalar, həmkarlar ittifaqı və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq. Diqqətli olursunuz, burada milliyyət sözü yoxdur. Baza sualı var. Bura milliyyət sözünü əlavə ediblər, milliyyət sözünü əlavə ediblər. Milliyyət sözü yoxdur. Hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilir. İnsan və vətəndaşın hüquq və azadlıqlarını irqi, etnik, din, dil, cins, mənşə, əqidə, siyasi və sosial mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağandır. Dördüncü müddədə bizə deyir ki, heç kəs bu maddənin üçüncü hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz. Üçüncü hissə budur. Və yaxud güzəşt və imtiyaz verilə bilməz buna görə. Kiməsə, yəni irqinə görə, etnik mənsubiyyətinə görə güzəşt və imtiyaz verilə bilməz. Və yaxud da ki, hansısa bir güzəştin və imtiyazın verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyətinin səlahiyyətlərinin daşıyıcılarla münasibətdə hər kəsin bərabər hüquqları təmin edilir. Sağlamlıq imkanları məhdud olanların hansı hüquqları və vəzifələri var? Yadda saxlayırsınız ki, onlar məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, Konstitusiyamızda müəyyən olunmuş digər bütün hüquqlardan istifadə edə bilər və vəzifələri daşıyırlar. İnsan və vətəndaşın hüquq və azadlıqlarının müdafiəsi maddəsindən danışdıq. Növbəti maddəmiz olacaq yaşamaq hüququ. Kimlərin yaşamaq hüququ var? Hər kəsin. Hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır. İstisna hallarımız var burada. Biri bu dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsidir. Biri məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqidir. Bir də qanunda nəzərdə tutulmuş digər hallardır. Ölüm cəzası tətbiq oluna bilərmi? Müstəsna cəza tədbiri kimi ölüm cəzası tam ləğv edilənədək yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər. Ölüm cəzası məcəllədən çıxarılıb 98-ci ildə, lakin Konstitusiyada çıxarılmış bir boşluq kimi qalıb. Əgər gələcəkdə lazım olsa, məcəlləyə əlavə olunmuş məcəllədən tətbiq olunacaq. İnsana qarşı silah işlədilməsinə yol verilmir. İstisna halımız var, 7 istisna halımız var. Hansılardır bunlar? Zaruri müdafiədir,
son zarurətdir, cinayətkarın yaxalanması və tutulmasıdır, həbs olan həbs yerindən qaçmasının qarşısının alınmasıdır, dövlətə qarşı qiyamın yatırılması və dövlət sevişinin yatırılması halları, həmçinin ölkəyə silahlı basqın edilməsi halları istisna olmaqla, digər hallarda insana qarşı silah işlədilməsinə yol verilmir. Bu da oldu bizdə yaşamaq hüququ. Diqqətlə qulaq asıb danışıq nədən? Azadlıq hüququndan. Kimlərin azadlıq hüququ var? Hər kəsin azadlıq hüququ var. Azadlıq hüququ məhdudlaşdırıla bilərmi? Bəli, 3 halda məhdudlaşdırıla bilər. Bu 3 hal hansı haldır? Tutulma, həbs alma, bir də azadlıqdan məhrum etmə olur. Amma yalnız qanunda nəzərdə tutulmuş qaydada məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası ərazisinin hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikası ərazisindən kənara gedə bilər. Lakin qanuni sürətdə olan hər kəs, bəlkə biri qanunsuz yolla daxil olub ölkəmizin ərazisinə, bəlkə biri cinayətçidir, bəlkə biri terroristdir, biz onları sərbəst şəkildə buraxmayacağıq. Və hər zaman öz ölkəsinə maneəsiz qayıtmaq hüququ var Azərbaycan Respublikası vətəndaşlarının. Diqqətli olursunuz, bu müddəanın bir çox namizədlər qarşıdırır. Vətəndaşlıq hüququ maddəsinə hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ var. Kimlərin? Azərbaycan Respublikası vətəndaşlarının. Sadallanan müddəa Konstitusiyamızın hansı maddəsinə əsasən? Azadlıq hüququ maddəsinə əsasən. Biz 13-cü maddədə mülkiyyətlə tanış olmuşduq. Bundan əvvəlki videomuzda artıq tanış olacağımız maddənin adı mülkiyyət hüququdur. Biz mülkiyyət maddəsinə demişdik ki, mülkiyyət toxunulmaz və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin 3 növü var idi: dövlət, bələdiyyə, xüsusi mülkiyyət və mülkiyyətdən insan və vətəndaşın hüquq və azadlıqları, cəmiyyətin və dövlətin mənafi, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməzdir. 29-cu maddəmiz isə mülkiyyət hüququdur. Hər kəsin mülkiyyət hüququ var. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, eləcə də xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar, bir də daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçi hansı hüquqları verir? Tək başına və başqalarıyla birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək, bir də onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Testlərdə görəsiniz, rastlaşarsınız ki, onun barəsində qərar vermək. Yadda saxlayırsınız ki, bələdiyyənin də mülkiyyətlə bağlı sərəncam vermək hüququ var. Şəxsin də mülkiyyətlə bağlı sərəncam vermək hüququ var. Bəs mülkiyyətlə bağlı qərarı kim verir? Mülkiyyətlə bağlı qərarı məhkəmələr verir. Məhkəmənin qərarı olmasa, kimsə mülkiyyətindən məhrum edilə bilməz. Və əsas məsələlərdən biri əmlakın tam müsadirəsinə yol verilmir. Bəs mülkiyyət özgənkiləşdirilə bilərmi? Bəli, mülkiyyət özgənkiləşdirilə bilər. Yalnız dövlət ehtiyacları üçün qabaqcadan dəyərini ədalətli ödəmək şərtinə, bu şərtdir. Dövlət ehtiyacları üçün yazmasa yanlışdır. Ədalətli şəkildə dəyərini ödəmək şərtinə, amma dövlət ehtiyacları üçün. Sosial öhdəliklərə səbəb olan mülkiyyət hansı mülkiyyətdir yoldaşlar? Xüsusi mülkiyyətdir. Sosial öhdəlik dedikdə nə nəzərdə tutulur? Cəmiyyət və dövlət qarşısında öhdəliklərdən söhbət gedir. Torpaq üzərindəki mülkiyyət hüququ məhdudlaşdırıla bilərmi? Bəli, iki məqsədlə. Bir, sosial ədalət, bir də torpaqlardan səmərəli istifadə etmək məqsədi ilə torpaq üzərindəki mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər və dövlət vərəsəlik hüququna təminat verəcək. Əqli mülkiyyət hüququ. Yəqin ki, əqli mülkiyyətin nə olduğunu bilirsiniz. Müəlliflik hüququdur, ixtiraçılıq hüququdur. Bunlar əqli mülkiyyət sayılır. Əqli mülkiyyət hüququnun eləcə də başqa növləri hamısı qanunla qorunur. Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunu ilə. Və hər kəsin əqli mülkiyyət hüququ var. Təhlükəsiz yaşama hüququ kimlərin var yoldaşlar? Hər kəsin. Şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Amma qanunda nəzərdə tutulan hallar istisna olmaqla. Şəxsi toxunulmazlıq hüququ. Bu maddədə diqqət yetirəcəyiniz maddələrdən biridir. Bir çox namizəd şərəf və ləyaqətin müdafiəsi hüququ ilə qarışdırır bu maddəni. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatı sirrini saxlamaq hüququ vardır. Qanunda nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatını qanunsuz müdaxilədən müdafiə etmək hüququ var. Kimsənin şəxsi həyatı haqqında məlumatların toplanması, saxlanması, istifadəsi və yayılmasına yol verilmir. İstisna hal varmı? Bəli, öz razılığı olarsa yol verilir. Qanunda nəzərdə tutulan hallar istisna olmaqdan heç kəs onun xəbəri olmadan və ya etirazına baxılmadan izlənilə bilməz, video və ya foto çəkilişinə, səs yazısına, digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Qanunda müəyyən edilən hallar istisna olmaqla. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf, digər rabitə vasitəsindən ötürülən məlumatı sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq məhdudlaşdırıla bilərmi? Bəli, iki halda qanunda nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və cinayətçinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötürü məhdudlaşdırıla bilər. Qanunda müəyyən edilən hallar istisna olmaqla hər kəs onun haqqında toplanılan məlumatlarla tanış ola bilər. Və hər kəsin onun barəsində toplanmış, həqiqətə uyğun olmayan, tam olmayan, həmçinin qanun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını tələb etmək hüququ var. Üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və yaxud da kağız üzərində aparılan informasiya ehtiyatına daxil olmaq qadağandır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla. İnformasiya texnologiyalarından şəxsi həyata, əqidəyə, dini etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz. İstisna hal varmı? Bəli. Məlumatın aid olduğu şəxsin buna razılığı aşkar ifadə edildiyi hallar, ayrı seçkiliyə yol verməmək şərtinə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla. Fərdi məlumatların dairəsi, emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri də qanunla müəyyənləşəcək. Mənzil toxunulmazlıq hüququndan biz əvvəlki maddədə danışmışdıq. Hansı ki, iki maddəmiz vardı, bir-birinə oxşar. Mənzil hüququ, bir də mənzil toxunulmazlıq hüququ. Mənzil hüququnda biz bilirik söhbət nədən gedir? Mənzilin yoxdur, mənzilə sahib olmaqdan söhbət gedir. Mənzil toxunulmazlığında isə sənin mənzilin var, onu qanunsuz kiminsə daxil olmağından qoruyursan. Mənzil toxunulmazlığında biz deyirik ki, hər kəsin mənzil toxunulmazlıq hüququ vardır. Qanunda müəyyən edilmiş hallar və məhkəmənin qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə kimsə mənzilə daxil ola bilməz. Mənzil hüququnda deyəcəyik ki, biz, baxın mənzil hüququna, dövlət yaşayış binaları və evlərin tikintisinə rəvac verir, İnsanların mənzil hüququnu gerçəkləşdirməsi üçün xüsusi tədbirlər görür və heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Baxın, bu mənzil hüququnda əsas mərz ondan ibarətdir ki, sənin mənzilin yoxdur, şərait yaradırlar ki, sənin mənzilin olsun və üzərində hüququn formalaşsın. Bu mənzil toxunulmazlıq hüququnda isə, sənin mənzili qoruyursan, kiminsə qanunsuz daxil olmağının qarşısını alırsan. Nikah hüququ. Hər kəsin qanunda nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Əgər sizə desək ki, konstitusiyaya əsasən hər kəsin 18 yaşa çatdıqda ailə qurmaq hüququ var, bu yanlışdır. Çünki bu konstitusiya ilə tənzimlənmir, məcəllə ilə tənzimlənir. Nikah könüllü razılıq əsasına bağlanır. Diqqətli olursunuz. Nikah könüllü razılıq əsasına bağlanır. Əmək hüququnda deyəcəyi əmək müqavilələri isə sərbəst bağlanır. Əmək müqavilələri isə sərbəst bağlanır. Sonra heç kəs zorla evləndirilə, ərə verilə bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Bir çox namizəd bu müddəanı qarışdırır. Ailə, uşaqlar və dövlət maddəsində bənzədir, amma nikah hüququndadır. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ərlə arvadın hüquqları dedik ki, bərabərdir. 25-ci maddəyə əsasən isə kişi ilə qadının eyni hüquqları və azadlıqları var. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququdur, həm də borcudur. 17-ci maddədə bu müddəanı bir də vurğulamışdıq. Orada da demişdik ki, valideynlərin borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaqda uşaqların borcudur. Və 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar, əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcsuzdular. Danışaq nədən yoldaşlar? Əmək hüququndan. Əmək nəyin əsasıdır? Fərdi bir ictimai rifahın əsasıdır. Əgər hər kəsin əmək olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Kimsə zorla işlədilə bilməz. Əmək müqaviləsi sərbəst bağlanır və heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Məcburi əməyə cəlb etməyə yol verilmir, 3 istisna halımız var. Biri budur ki, məhkəmənin qərarı ilə şərtləri və müddətləri qanunda nəzərdə tutulan məcburi əməyə cəlb etmək. İkinci budur, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirməsi və üçüncü budur, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, həmçinin
Ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Sosial müavinət verilir işsizlərə və dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Diqqətli olursunuz, 35-ci maddədə deyirik ki, işsizlərin dövlətdən sosial müavinət almaq hüququ var. 38-ci maddədə deyəcək ki, hər kəsin sosial təminat hüququ var. Sosial təminat verilir hər kəsə, müavinət verilir işsizlərə. Tətil hüququ var, bir də istirahət hüququ var. Bunları bir-birinlə qarışdırmırsınız. İstirahət bildiyiniz istirahətdir. Tətil isə miting xarakterlidir. İşçilərin müəssisəyə edədikləri bir etirazdır. Hər kəsin tək başına və başqalarla birlikdə tətil etmək hüququ var. Kimlərin tətil etmək hüququ yoxdur deyəndə, yadda saxçı silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların bir də mülki şəxslərin. Söhbət silahlı qüvvələrdə olan mülki şəxslərdən gedir. Bəs kimlərin tətil etmək hüququ məhdudlaşdırıla bilər? Əmək müqaviləsindən işləyənlərin tətil etmək hüququ qanunla məhdudlaşdırıla bilər. Əmək müqaviləsindən işləyənlər. Məsələn, biz dövlət qulu haqqında qanun keçəcək. Həmin qanun 20-ci maddəsi dövlət qulluqçularının məhdudiyyətlərini tanış olanda görəcək yazılıb ki, tətillərdə və dövlət orqanının işini pozan digər hərəkətlərdə iştirak etmək dövlət qulluqçunun məhdudiyyətidir. Dövlət qulluqçunun da tətil etmək hüququ məhdudlaşdırılır. Amma nə ilə? Konstitusiya ilə yox, qanunla. Konstitusiyada kimlərin tətil etmək hüququ məhdudlaşdırılıb? Silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların və mülki şəxslərin. Fərdi və kollektiv əmək mübahisələri qanunda müəyyənləşdirilmiş qaydələrdir. Və qanunda nəzərdə tutulan hallar istisna olmaqla lockout qadağandır. Lockout nədir yoldaşlar? İşçilərin kütləvi şəkildə daimi və müvəqqəti qaydada iş yerlərindən kənarlaşdırılmasıdır. İstirahət hüququ var hər kəs. Əmək müqaviləsindən işləyənlərə qanunda müəyyən edilmiş, diqqətli olursunuz, gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri ildə azı bir dəfə 21 təqvim gündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin ediləcək. Sosial təminat hüququ. Vurğuladıq ki, hər kəsin var. Yardıma möhtacı olanlara köməklik etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Diqqətli olursunuz, imtahan sualıdır. Yazır, yardıma möhtacı olanlara köməklik göstərmək dövlətin də borcudur. Bəli, düzdür. İlk növbədə desə, ailə üzvlərinin borcudur. Hər kəsin qanunda müəyyən edilmiş yaşa çatdıqda, xəstəliyinə görə, əlilliyinə görə, ailə başçısını itirdiyinə görə, əmək qabiliyyətini itirdiyinə görə, işsizliyə görə və qanunda nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Təqaüd və sosial müavinətlərin minimum məbləği müəyyənləşəcək qanunla və dövlət xeyriyyəçilik fəaliyyəti, könüllü sosial sığorta, həmçinin sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradacaq. Sağlam ətraf mühitdə yaşamaq hüququ. Kimlərin var? Hər kəs. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji pozmaya əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ var. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunda müəyyən edilmiş həddən artıq təhlükə törədə və yaxud da zərər vura bilməz. Diqqətli olursunuz, bazı sual. Deyir, heç kəs ətraf mühitə, təbii ehtiyatlara təhlükə törədə və yaxud da zərər vura bilməz. Yanlışdır. Qanunda müəyyən edilmiş həddən artıq təhlükə törədə və yaxud da zərər vura bilməz. Dövlət ekoloji tarazlığın saxlanmasıdır. Yabani bitkilərin və vəhşi heyvanların qanunda müəyyən edilmiş növlərinin qorunmasına təminat edir. Mədəniyyət hüququ. Hər kəsin mədəniyyətdə iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ var. Hər kəs tarixi, mədəni, mənəvi irs-hörmətlə yanaşmalıdır, ona qayğı göstərməlidir, tarix və mədəniyyət abidələrini etməlidir, qorumalıdır. Sağlamlığın qorunması hüququ. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ var. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitar-epidemioloji salamatlığa təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. Bazı sual var buradan, üçünü sıralama şəkildə sizdən soruşur. İnsanların həyat və sağlamlığı üçün təhlükə törədən faktlar və halları gizlədən vəzifəli şəxslər isə qanunda müəyyən olmuş məsuliyyətə cəlb ediləcəklər. Təhsil hüququ. Təhsil hüququ var hər bir vətəndaşın. Niyə hər kəsin yox hər bir vətəndaşın? Biz bunun izahını sizə diaqram şəklində verəcəyik. İlk olaraq mən sizə deyim ki, hər bir vətəndaş deyil, nəzərdə tutulur bizim vətəndaşlar və əcnəbilər, yəni başqa ölkənin vətəndaşları. Hər kəs deyikdə isə bunun içərisində bizim vətəndaşlar da var, əcnəbilər də var, vətəndaşlığı olmayan şəxslər də var. Yəni bütün insanlar.
vətəndaşlığı olmayan şəxsə biz təhsil hüququ vermirik. Hər bir vətəndaşa təhsil hüququ veririk. Həm öz vətəndaşımıza, həm də başqa ölkənin vətəndaşına. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququ ilə təmin edir. Təhsil sisteminə dövlət nəzarət edir və maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsilini davam etdirməsinə dövlət zəmanət verəcək. Dövlət minimum təhsil standartlarını müəyyənləşdirir. Mənzil hüququ ilə bağlı danışdıq. Düşünürəm ki, bu aydındır sizlər üçün. Əgər aydın olmayan bir müddət olarsa, yenə də rəylərdə qeyd edə bilərsiniz. Milli mənsubiyyət hüququ. Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ var və heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz. Hər kəsin ana dilindən istifadə etmək hüququ var. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ var. Azadlığı yox, hüququ var. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. Şərəf və ləyaqətin müdafiəsi hüququ. Hər kəsin öz şərəf və ləyaqəti müdafiə etmək hüququ var. Şəxsiyyətin ləyaqəti kim tərəfindən qorunur? Dövlət tərəfindən. Və hər hansı bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və yaxud da cəzaya məruz qala bilməz. Özünün könüllü razı olmadan kimsənin üzərində tibbi, elmi və digər başqa təcrübələr aparıla bilməz. Konstitusiyamızda təsbit olunmuş azadlıqlar var. Hansı azadlıqlarımız var yoldaşlar? Fikir və söz azadlığı, vicdan azadlığı, məlumat azadlığı, yaradıcılıq azadlığı, bir də sərbəst toplaşma azadlığı. Başlayaq fikir və söz azadlığından. Hər kəsin fikir və söz azadlığı var. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və yaxud da fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik yaradan təşviqata və təbliğata yol verilmir. Vicdan azadlığı. Kimlərin var? Hər kəsin. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə tək başına və ya başqalarıyla birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dini münasibətlə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirməsi sərbəstdir, amma ictimai qaydanı pozmursa və ictimai əxlaqa zidd deyilsə. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır və heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə, dini mərasimləri yerinə yetirməyə və dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Sərbəst toplaşmaq azadlığı kimlərin var? Hər kəsin başqalarıyla birlikdə sərbəst toplaşmaq azadlığı var. Hər kəsin başqalarıyla birlikdə müvafiq dövlət orqanlarının qabaqcadan xəbərdar etməklə ictimai qaydanı və ictimai əxlaqı pozmamaq şərtinin dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinglər, nümayişlər, kütüşlər keçirməklə piketlər düzəltmək hüququ vardır. Məlumat azadlığı kimlərin var yoldaşlar? Hər kəsin istədiyi məlumatı qanun yolunu axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitəsində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır. Senzura nədir? Dövlətin mətbuata məhdudiyyət qoymasıdır. Ki, 98-ci ildə senzura qadağan edilib. Qadağan edilməkdə məqsəd dövlət orqanları onların vəzifəli şəxslərin fəaliyyətinə səmərəliliyin və şəffaflığın artırılmasıdır. Yəni, mətbuatda, mediada paylaşılan məlumatlar, informasiyalar senzuradan keçmədən, yoxlanmadan keçmədən paylaşılır. 51-ci maddəmiz və bir də 3-cü bəndindəyək, hər kəsin kütləvi informasiya vasitəsində dərc edilən, hüquqlarını pozan və yaxud da mənafeylərinə xələl gətirən məlumat təksib etmək və ona cavab vermək hüququna təminat verilir. Yaradıcılıq azadlığı. Kimlərin var yoldaşlar? Hər kəsin yaradıcılıq azadlığı var. Dövlət, ədəbi, bədii, elmi, texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirməsinə təminat verəcək. Vətəndaşlıq hüququ 52-ci maddəmiz. Kimlər Azərbaycan Respublikasının vətəndaşı hesab olunur? Azərbaycan dövlətinə mənsub olan, o ilə siyasi hüquq bağlı olan, qarşılıqlı hüquq və vəzifələr olan şəxs Azərbaycan Respublikası vətəndaşıdır. Ərazimizdə və yaxud da vətəndaşlarımızdan doğulmuş şəxs Azərbaycan Respublikası vətəndaşıdır. Bir də valideynlərindən biri Azərbaycan Respublikası vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Bugün biz baxdıq, maddə 24-52-yə qədər vətəndaşlıq hüququ daxil olmaqla artıq növbəti dərsimizdə biz 53-cü maddədən vətəndaşlıq hüququna təminat maddəsindən Milli Məclisə qədər olan hissəni izahına baxacağıq.
Dərslərlə bağlı, videolarla bağlı hər hansı bir təklifiniz, iradınız varsa yorumlarda qeyd edə bilərsiniz və hansısa bir sizə çətinlik yaradan mövzu və yaxud da ki, maddə və yaxud da mühitəv varsa, onları da qeyd edə bilərsiniz ki, qısa şəkildə onların da videosunu sizlər üçün çəkməyə hazırıq. Təşəkkür edirik diqqətiniz üçün.